Qadının həyat yoldaşı narsist şəxsiyyət pozuntusu olan insan imiş. Onlar da elə olurlar ki, qarşı tərəfin hisslərini anlamırlar. Onlarda empatiya hissi çox zəif olur ya da ki, ümumiyyətlə olmur. Hər dəfə qadın fədakarlıq eləyirmiş, həddindən artıq da, həm uşaqlarda, həm yəni kişi qışqırırmış, danışırmış, o susurmuş. Söz demək olmazmış. Çünki deyir mən söz deyəndə, yəni əl qaldıra bilərdi. Mən də ona görə həmişə susurdum. Bir gün susanda, yəni səndə bunda mədə xorası xəstəliyi var. Mədənin xorası deşilib qanayıb. Götürüb tez həyat yoldaşını aparıb xəstəxanaya. Kişi qadını belə görəndə bu vəziyyətdə əlini belə ürəyinə tutub, ürəyi sancırmış, belə də qorxudan. Qadına baxıbdı. Qadın da birdən gözünü açıb, kişini o vəziyyətdə görəndə, əli ürəyində deyibdi ki, sən də bir həkimə özünü göstər deyib, yenə də gözünü bağlayıbdı. Kişi onda başa düşübdü ki, bu neçə illər ərzində başa düşübdü ki, sən demə, yəni bu insan ölür, bu vəziyyətdə məni düşünür. Yəni gör necə mərhəmətli insandır və özünü başa düşübdü ki, məndə heç bu hisslər yoxdur. O hadisədən sonra kişi istəyirdi ki, mən başa düşdüm səhvimi, mən istəyirəm dəyişəm, sən çox fədakar olmusan deyirdi, amma qadın dedi ki, yox, mən boşanmaq istəyirəm.